uşaqda fiziki inkişaf, yəni əzələ zəifdirsə, beyin inkişafı da getmir. İstər-istəməz digər nitqdə də zəif olur. Hətta nitqdən də ziyadə bunun böyük abdestini tutmaqda da problem olur. Sidik qaçırması da olur. Uşaq tez-tez yıxılır. Biz bunu artıq dəfələrcə söyləyirik. Artıq yəqin ki, bunu bu ölkədə öyrədə bildik inşallah. Ona görə bizim bəli, həkimlərimizin bir çoxu əzələ zəifliyini ciddiyə almırlar. Adətən bu uşaqların 90% gedib çıxırlar ortoped travmatoloqlarına. Bəli, onlar müayinə edirlər. Müayinə elədikdən sonra nə deyirlər? Deyirlər ki, bu uşaqda heç bir şey yoxdur. Düz deyirlər, bu uşaqda cərrahi heç bir şey yoxdur. Amma nə var? Əzələ zəifliyini kim eləyir? Fizioterapevt edir. Onlar xəstəni fizioterapevtə yönləndirmədikləri üçün məhz siz bunun üzündən problem. Ona görə oynaq dayaq sistemi problemi olanda, əlbəttə ki, Allah göstərməsin, qırıqdır, çıxıqdır. Bunlar zaten bizim hörmətli ekspert cərrahlarımız, onlar zaten əməliyyat edir. Amma uşaqda əzələ zəifliyi, içə basma, skolyoz varsa, birinci müraciət edəcəyiniz həkim fizioterapevtdir. Bunu qarışdırmayın. Bunu qarışdırdığınız üçün siz bu əziyyəti çəkirsiniz. Təşəkkür edirəm.